Yeni test toplusundan səhifə 225-dən hidrogen, oksigen su bölməsinin 11-ci sualı. Ardın çəkilişini aparır uşaqlar. 11-ci sualda deyir, hansı reaksiyadan hidrogen alınmır? A bəndi natrium hidridi, uçucu olmayan hidritdir. RH tipli uçucu olmayan hidrit plus su ilə reaksiya gedir. Suyu belə də yazmaq olar, HOH, amma onlar H2O yazıb burada. Natriumla nə birləşir? OH, natrium OH, yeyicin natrium qələvsi və ya kaustik soda plus hidrogen qazı. Yəni ikisinin də harda alınmasıdır? Laboratoriyada alınmasıdır. 2 dənə hidrogen burada, bir dənə də burada, 3 dənə, 3 dənə də burada. Oksigen bir dənə, bir dənə. Sol hara bərabər? Sağa bərabərdir. İkinci su kalsiumla reaksiya gedir. Aktiv metallar qələvi və qələvi torpaq metaldır bu. Su ilə necə şəraitdə reaksiya gedir? Adi şəraitdə aktiv metalın, suyu HOH kimi yazsam, kalsium hidroksid, aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvlər və plus ən yüngül qaz, hidrogen qazı əmələ gəlir. Oksigen 2 mol atom, mötərizənin kənarındakı 2 mötərizənin içərisinə aiddir. Bura bir 2 yazıram. Hidrogen 2-ni vurdum 2-yə, 4. İkisi burada, ikisi də burada, 4 dənə. Oksigen 2 mol atom, burada da 2 mol atom. Kalsium 1 mol atom, 1 mol atom. Birinci A bəndində dəyişmə və mübadilə reaksiyasıdır. B bəndi isə əvəz olunma nə idi reaksiyası. Buradan da hidrogen və qələvi hər ikisinin harda alınmasıdır? Laboratoriyada alınmasıdır. C bəndinə baxırıq uşaqlar. C bəndində xlor su ilə reaksiyası 2 cürdür. Soyuq suyla reaksiyası var. Yəni adi şəraitdə xlorid turşusu verir və hipoxlorid. 2 dənə turşu verir. Xlorid, oksigensiz turşu və hipoxlorid. Xlor nə qalığıdır? Turşu qalığı. Əmsal verməyə ehtiyac nədir? Yoxdur. Sol hara bərabərdir? Sağa. Eyni zamanda xlor su ilə isti halda girəndə, xlor isti su ilə reaksiya girəndə yenə də oksigensiz turşunun duzu və oksigenli turşulardan isə xlorat duzu yox, daha doğrusu oksigensiz turşunun özü xlorid nə turşusu verir? Xlorid turşusu və bir də xlorat turşusu verir. Xlorat, xlor o içinə qalığıdır, turşu qalığıdır. Xlorat turşusu. 2 dənə turşu verir burada. Əmsallaşdırmaq olar burada da. Oksigen, elektron balansı qrubu əmsallaşdırmaq lazımdır. Bunun üçün sıfırdan bir dəfə mənfi 1-ə gəlir. Bir dəfə də sıfırdan müsbət 1, mənfi 2, 6-dan da 1 çıxanda neçə 5-ə gəlir? Müsbət 5-ə. Xlor həm burada alır özünə elektron, həm də xlor özündən elektron verir. Bir molekulun daxilində bir dənə element, xlor elementi. Həm elektronu alıb mənfi 1-ə gedir, həm də xlor elektronu verib müsbət 5-ə gedir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası disproporsiya və ya dismutasiya deyirlər ona. Sıfırdan yenə də mənfi 1-ə gəlir. Burada da hidrogen müsbət 1, oksigen mənfi 2, 2-ni vurdum 1-ə. 2, ondan da 1 çıxanda müsbət 1. Bir molekulun daxilində bir element xlor həm özünə elektron alır, həm də xlor özündən nə verir? Elektron verir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası disproporsiya və ya dismutasiyadır. D bəndinə baxırıq. Burada hidrogen alınmır, cavab C bəndi oldu. D bəndində su, litiumla reaksiya gedir. Litium aktiv metaldır. Aktiv metallar su ilə adi şəraitdə reaksiya gedir. Qələvi və qələvi torpaq metallar su ilə reaksiya girəndə aktiv metalların hidroksidlərinə qələvlər deyilir və ən yüngül qaz hidrogen alınır. Hidrogen 2 dənə, burada tək olduğuna görə bura bir qarşısına 2 yazırıq. Litium 2 mol atom, bura bir 2 yazıram. Bu 2 həm litiuma aiddir, həm də oksigenə aiddir. Oksigen 1 olduğuna görə bura bir 2. 2-ni vurdum 2-yə, 4. 2 dənə burada, 2 dənə burada. Sol hara bərabərdir? Sağa bərabərdir. Qələvi plus hidrogen qazı. Və sizə keçən bundan öncəki videoda biz çəkmişik bəzi az aktiv metallar, sink də ora aiddir. Bəzi az aktiv metallar deyəndə magnezium, sink, sonra xrom, bir də dəmir. Bəzi az aktiv metallar su ilə yüksək temperaturda reaksiya girir. Metalın nəyi verirdi? Oksidi və plus hidrogen qazı. Bu yolla da hidrogeni harda almaq olar? Laboratoriyada almaq olar. Sink su ilə reaksiya girir. Bəzi az aktiv metallar deyəndə biz orada 4 dənəsini qeyd eləmişdim. Magnezium, sink, xrom, dəmir su ilə
temperaturda reaksiya girir. Sink oksidi verir. Sink sabit valentli elementin oksidi. Metalın valenti 2 olmağına baxmayaraq amfoter oksidi verir və plus hidrogen qazı. Buradan da hidrogen ayrılır. Əvəz nə reaksiyasıdır bu? Olunma. Yəni sink bəsit maddədir, su ilə reaksiya girir. Bəsit maddə mürəkkəb maddə ilə reaksiya girir. Mürəkkəb maddənin tərkibindəki elementlərdən biri sink. Hidrogen sinklə əvəz olunur. Sink oksidi, amfoter oksid və hidrogen əmələ gəlir. Sol hara bərabərdir? Sağa bərabərdir. Hansıyla alınmır? Hidrogen C bəndi, yəni xlorun su ilə reaksiyasından hidrogen alınmır. Keçirik 12-ci suala. 12-ci sualda deyir, hansı reaksiyada hidrogen alınır deyir. Natrium aktiv metaldır. Qatı sulfatla reaksiya girir. Mən bundan öncəki videolarda qeyd eləmişəm ki, 3 dənə turşu, sulfatın qatısı və nitratın qatısı və bir də durusu, duru nitrat, eləcə də qatı nitrat metallarla reaksiya daxil olur. Metalla reaksiya daxil olur, lakin hidrogen verməz. Yəni 3 turşu, bu 3 turşu hər dəfə qeyd edirəm. Qatı sulfat, duru nitrat, qatı nitrat metallarla reaksiya girib hidrogen verməz. Natrium sulfat əmələ gəlir, duz və qatısı ilə reaksiya girəndə H2S lax yumurta ilə hidrogen sulfit qazı verir, bir də su molekulu verir. Aktiv metallar qatı sulfatla reaksiya girəndə qələvi və qələvi torpaq metallar duzdan başqa H2S lax yumurta ilə hidrogen sulfit və su molekulu verir. Deməli, buradan hidrogen alınmaz. A bəndində hidrogen alınmır və yadınızda saxlayın cədvəl olaraq aktiv metallar hansılardır? Qələvi və qələvi torpaq metallar qatı sulfatla reaksiya girir. Qatı sulfatla reaksiya girəndə duz əmələ gəlir. H2S lax yumurta ilə hidrogen sulfit qazı RH2 tipli uçucu hidrit verir. Bu da H2 tipli uçucu hidrit 6-cı qrupun nə yarım qrupu verir? A yarım qrupu və plus su molekulu verir. Bütün qələvi və qələvi torpaq metallar qatı sulfatla duz verəcək. H2S bir də su. B bəndində nə yazır? B bəndində natrium oksid, natrium valenti 1-dir, yaratdığı oksid əsas oksiddir. Əsas oksidlərdən yalnız aktiv metalların əsas oksidi su ilə adi şəraitdə reaksiya gedir. Yəni aktiv olmayan metalların əsas oksidinin su ilə reaksiyası yoxdur. Aktiv metalların əsas oksidi su ilə reaksiya gedir. Bir dənə maddə qələvi əmələ gəlir. Aktiv metalların hidroksidlərinə qələvlər deyilir. Natrium 2 dənə, bura 2 yazırıq. Natrium 2 dənə, oksigen 2 dənə, biri burada, hidrogen 2 dənə, burada da 2 dənə. Sol hara bərabərdir? Sağa bərabərdir. Burada hidrogen alınmır. B bəndində də hidrogen alınmadı. Aktiv metalın oksidi, aktiv metal oksidi MXOY oksidi, metal oksidi su ilə adi şəraitdə reaksiya girir və bir dənə maddə qələvi əmələ gəlir. Qələvi nədir? Aktiv metalların hidroksidlərinə qələvi deyilir. Natrium plus, burada yazıb nitratın durusu. Nitratın nə durusu, nə qatısı metallarla reaksiya girib heç vaxt hidrogen verməz. Hidrogeni verməz. Reaksiya getməyinə gedir, amma nə qazı vermir? Hidrogen vermir. 3 dənə turşu, deməli nitratın qatısı, durusu, bir də sulfatın qatısı metallarla reaksiyadan hidrogen vermir. Burada alınır D bəndində natrium aktiv metaldır. Su ilə adi şəraitdə reaksiya girir. Aktiv metalın özü su ilə adi şəraitdə reaksiya girir. Oksidi adi şəraitdə reaksiya girir və hidridi. Aktiv metalın özü su ilə reaksiyası natrium OH verir. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvlər plus hidrogen qazı. Yəni hidrogen 2 dənə, 2 dənə, burada 1 dənə olduğuna görə bura bir 2 yazırıq. Natrium 2 dənədir, bura bir 2. Oksigen 2 dənə, burada 1 dənə olduğuna görə bura bir 2. Aktiv metal su ilə adi şəraitdə reaksiya girir, qələvi və plus nə qazı verir? Hidrogen qazı. Yəni biz bu suyu belə də yaza bilərik. Əvəz olunma reaksiyasıdır. Natrium, suyu HOH kimi yazsam, su dipoldur, müsbət və mənfi tərəf var. Natriumla OH birləşir. Fəal metallar, yəni qələvi və qələvi torpaq metallarının hidroksidləri suda həll olan əsaslar adlanır. Özdə bir turşulu
əsasdır, metalın valenti 1-dir. Suda həll olan əsasları həll olmayanlardan fərqləndirmək üçün qələvlər adı veriblər. Plus nə qazı çıxır? Hidrogen. İndi hidrogen 2 dənə, burada da 2 dənə. Burada tək olduğuna görə bura bir 2 yazdıq. Natrium qarşısına 2. Oksigen 2 də olduğuna görə burada bir 2. Hidrogen baxın bir dənə burada, bir dənə burada. 2 vurun qarşısındakı 2-yə 4. İkisi hidrogenin burada, ikisi də burada 4. İkisinin də harda alınmasıdır? Laboratoriyada alınmasıdır. Hansı reaksiyadan hidrogen almaq olar? 12-ci sualın cavabı D bəndidir. Amma Y bəndində nə yazıb? Natrium oksid əsasi oksiddir. Metalın valenti 1 və ya 2-dirsə, yaratdığı oksid əsasi oksiddir. Bütün əsasi oksidlər turşularla reaksiya girir. Hidratlara, əsaslara uyğun olan turşularla reaksiya girərək duz və su əmələ gətirən oksidlərə necə oksidlər deyilir? Əsasi oksidlər deyilir. Natrium klorid və bir də su molekulu. Əsasi oksid turşu ilə reaksiya girdi. Duz və nə əmələ gəldi? Su. Natrium 2 dənə, xlor 2 dənə. Burada bir dənə neçə yazır? 2. Sol tərəf hansı tərəfə bərabərdir? Sağ tərəfə nədir? Bərabərdir. Natrium oksidi, bir də təkrar edirəm, əsasi oksiddir. Metalın valenti ümumiyyətlə, əsasi oksid yalnız metaldan əmələ gəlir. Metallar 1 və ya 2 valentli metal oksidi. Metal ya 1 valent ya 2 valentdirsə, yaratdığı oksid necə oksiddir? Əsasi oksid. Əsasi oksid də aiddir duz əmələ gətirən oksidlərə. Bütün əsasi oksidlər fərqi yoxdur. Hansı turşu olursa olsun, turşularla reaksiya girir. Əsasi oksidlərlə turşular arasında gedən reaksiya dəyişmə və mübadilə reaksiyasıdır. Xörək duzu çıxacaq və hidrogenlə oksigen birləşib H2O. Əmsallaşdıranda natrium 2 dənə, xlor bu 2 xlora da aiddir. 2 dənə, bura bir 2. Hidrogen 2 dənə, 2 dənə, oksigen 1 dənə, 1 dənə. Yəni AB maddəsi ilə CD maddəsi arasında gedir. A ilə nə birləşdi? D. B ilə də C birləşdi. Dəyişmə və nə reaksiyasına oxşayır? Mübadilə. İki mürəkkəb maddənin tərkibinin dəyişməsi ilə gedən reaksiyalara dəyişmə və mübadilə reaksiyası deyilir. Keçirik növbəti suala. Cavab oldu burada 12-də biz qeyd elədik D bəndi. İndi keçirik 13-cü sual. 13-cü sualda nə deyir? 13-də deyir ki, 8 qram hidrogen tam yandıqda neçə qram su əmələ gəlir? Hidrogen yanar. Yanğına kömək eləyən qaz oksigen qazdır. İlkin qarışıq nə adlanır? Guruldayıcı qaz. 2 həcm hidrogen və 1 həcm qarşısında heç nə yoxdursa oksigendən ibarət olan qarışığın adı nədir? Guruldayıcı qaz. 8 qram hidrogen yandıqda neçə qram su əmələ gəlir? X qram. 2 vurmaq, qramın altından necə kütlə yazılır? Molar kütlə. 2 vurmaq, 2 qram bölünsün nə oldu mol? 2 vurmaq 2 qramda isə 2 vurmaq, qramın altından molar kütlə H2O. Suyun molar kütləsi 18 qram bölünsün nə oldu mu? 2 vurmaq 18. Deməli 8 qram hidrogeni yazırıq buradan. 8 qram hidrogen yananda suyun altına xətt çəkirik. Neçə qram su əmələ gəlir? X qram. Qramın altından necə kütlə yazırıq? Molar kütlə. 2 əmsalıdır. 2 vurmaq. Qramın da altından emiri neçədir? 2. 1 molu 2 qramdırsa 2 molu. 2 vurmaq 2 qramda isə suyun 1 molunun emiri 18'dir. 2 molu isə 2 vurmaq 18 qram su çıxır. İndi x bərabərdir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Buradan da x bərabərdir. 2'lər gedir. 18'i vururuq. 8 vurmaq 18 bölünsün. Burada da bir dənə 2 qalıb 2'yə. Bununla da bu getdi 4. 4'ü də 18'e vuranda 72 qram su əmələ gəlir. Cavab oldu C bəndi. Sonra keçirik 14-cü suala. 14-cü sualda nədir? Sənayedə hidrogen tətbiq olunmur. Hidrogen yanacaq kimi tətbiq olunur. Bəli, yanacaq kimi tətbiq olunur. Ekoloji cəhətdən ən təmiz yanacaq kimi tətbiq olunur. Bir doğrudur, A bəndi. Tətbiq olunmur deyil. Amonyakın istehsalında tətbiq olunur. Bəli, amonyakın istehsalında, yəni nəyində? Sintezində tətbiq olunur. Tətbiq neyinir orada? Olunur.
Amoniakı necə sintez edirlər? Azotu plus hidrogenlə reaksiyası. Nədə gedir bu reaksiya? Temperatur, təzyiq və katalizat. Amoniakın harda sintezidir? Sənayedə sintezidir. Bu 2-dir, bura bir 2 yazır. 2 vurdum 3-ə. 6 2-yə böləndə 3. Qaz ilə qaz arasında gedən homogenlə reaksiyasıdır. Birləşmə reaksiyası. Amoniakın harda sintezidir? Sənayedə sintezi. Ekzoneci reaksiyadır. Termik reaksiya. Yəni egzotermik reaksiya nəyə görə deyirəm? Azotun bir də təkrar edirəm, hidrogenlə reaksiyası amoniakın harda alınmasıdır? Sənayedə nə idi? Alınması. Burada sənayedə alınmaq üçün qazla qaz arasında gedən homogen birləşmə reaksiyasıdır və reaksiyanın axırında da plus Q kilojol istilik yayılır. Ekzoneci reaksiyadır termik. Suyun alınmasında hidrogen tətbiq olunur. Düzdür, hidrogen oksigenlə reaksiya girib su verir, amma sənayedə su almaq üçün hidrogendən istifadə olunmur. Çünki suyu almağa ehtiyac yoxdur. Təbiətdə su tapılan maddədir. Aydındır. Hidrogen suyun alınmasında tətbiq olunur. Cavab nə bəndi oldu? C bəndi. Margarin istehsalı nə deməkdir? Maye yağ bərk yağa çevirmək üçün plus hidrogenləşdirmək lazımdır. Maye yağları bərk yağa çevirmək üçün hidrogenləşməlidir. Özünə hidrogen birləşdirməlidir. Hidrogenləşmə temperatur və katalizatorda gedir. Maye yağların bərk yağlara çevirmək üçün hidrogen gəlməli üzərinə və bu istehsalın adı nə istehsalı deyilir? Margarin istehsalı adlanır. Və bir də hidrogen xloridin sintezində tətbiq olunur. Hidrogen xlorid qazının RH tipli uçucu hidritdir. Sənayedə nəyində tətbiq olunur? Sənayedə sintezində tətbiq olunur. Sintez nə deməkdir? Daha sadə maddələrdən hidrogen xlor qazı ilə reaksiya girir. İşıq kvantını udaraqdan və ya temperaturda gedir. Baxın, işıq kvantını udaraqdan və ya temperaturda gedir. Hidrogen xloridin sənayedə nə idi? Sintezidir. Hidrogenin valenti 1'dir, xlorun da valenti 1. Plus egzoneci reaksiyadır bu, termik. Reaksiya girən qazla qaz arasında gedən homogen birləşmə reaksiyasıdır. Bu bir həcm, bu da bir həcm. Neçə həcmə gəldi? 2 həcmə. 2 həcmdən hələ neçə həcmə gəldi? 2 həcmə. Həcmin dəyişməməsi ilə gedən homogen birləşmə nə idi? Reaksiyası. Bu reaksiyada həcmin dəyişməməsi ilə gedən homogen. Yəni həcm niyə görə dəyişmir? Ona görə ki, hidrogen qazı qarşısında heç nə yoxdursa bir həcm götürür. Plus xlor qazı ilə reaksiya girəndə bu da bir həcm. Onsuz da 22'lər ixtisar gedir. Ümumiyyətlə neçə həcmdir bu? 2 həcm. İşıq kvantın udaraqdan və ya temperaturda gedir. Hidrogen xlorid qazı əmələ gəlir. Əmsallaşdıranda 2 və reaksiyanın sonunda da 2 həcmdən 2 həcmə gələn homogen nə reaksiyasıdır? Birləşmə reaksiyasıdır. Eyni zamanda dönən reaksiyadır. Eyni zamanda iki əks istiqamətdə, yəni soldan sağa və sağdan sola gedən reaksiyalar dönən reaksiyalardır. Birləşmədir. Birləşmələrin də əksəriyyəti egzoneci reaksiyadır. Termik. İstilik ayrılır. Hidrogen xlorid qazının sənayedə sintezində, yəni alınmasında tətbiq olunur. Ümumiyyətlə hidrogen neçədə sintezdə tətbiq olunur? 3 dənə. Amoniakın sintezində tətbiq olunur. Yəni azot ilə hidrogen reaksiya girib amoniak verir. Hidrogen xlorid qazının sintezində tətbiq olunur və bir də metanolun sintezində. Metanol necə yazılır uşaqlar? CH3OH. Metan nə deyirlər ona? O. Bir də adı var metil spirti. Bir də adı var karbinol. Nə deyirlər ona? Karbinol. Və bir də adı var oduncaq spirti. Yəni 4 adı var. Metanol, metandan hidrogenin biri qopub OH, metil spirti, 3-cü adı karbinol, 4-cü adı da ki oduncaq nə idi? Spirtidir. Az miqdarı insanın gözünü kör eləyir, çox miqdarı isə öldürür. Hidrogen neçə dənə sintezdə tətbiq olunur? Yəni amoniakın sənaye sintezində, hidrogen xloridin sənayedə alınmasında və metanolun sənayedə alınmasında tətbiq olunur. Maye yağların bərk yağlara çevrilməsinə nə deyirlər? Margarin istehsalı adlanır, orada tətbiq olunur. Bir də ekoloji cəhətdən ən təmiz yanacaq nə adlanır? Hidrogen ekoloji cəhətdən təmiz yanacaqdır. Amma suyun alınmasında tətbiq olunur. 14-ün cavabı C bəndi oldu. Keçirik indi 15-ci sual. Sənayedə hidrogen tətbiq olunmur. Yenə də amoniakın sintezində tətbiq olunur. Yəni o reaksiya necə idi? Azot qazı
Bir də təkrar edirəm, yenə hidrogenlə reaksiya girir. Temperatur, təzyiq və katalizator. Amoniakın sənayedə sintezi 2, bura bir 2 yazırıq. 6, 2-yə böləndə 3, plus 2 kilojol istilik ayrılır. Ekzoneci reaksiyadır. Termik reaksiyada amoniakın sənayedə sintezi. Metanolun sintezi necə olur? Dəm qazı plus hidrogenlə reaksiya girir. Temperatur, təzyiq, katalizator. Metanolun sintezində tətbiq olunur. Bu ikisi bir yerdə sintez qazıdır. Nə qazı adlanır? Sintez qazı. Sintez qazından alınan spirt hansı spirtdir? Metanol, metil spirti, karbinol və oduncaq spirti. Hidrogen 4 dənədir. 3'ü burada, 1'i burada, 4'ü burada, 2'dir. Bura bir 2 yazıram. Bu reaksiyanı bir də təkrar edirəm. Baxın, dəm qazı plus hidrogen. İkisi bir yerdə. Bu qazın adı nə qazıdır? Sintez qazı. Sintez qazı temperatur, təzyiq və katalizatorda reaksiya gedir. Metanol alınır. CH3OH. Metanol, metil spirt, karbinol və oduncaq spirti. Hidrogen 4 dənə, bura 2. Reaksiya girən qazların həcm nisbəti 1'in neçə olan nisbətdir? Baxın, 1 həcm, bu da 2 həcm. Onsuz 1 molumuz 22,4 litrdir. 2 molumuz 2 vurma 22,4 litrdir. Onlar ixtisar gedəcək 1'in 2 olan həcm nisbətində bunun sənayedə alınmasında tətbiq olunur. Hidrogendən sənayedə sulfat turşusunun alınmasında istifadə olunur. Hidrogen H2SO4'ün sənayedə alınmasında tətbiq olunmur. Tətbiq olunmur. Bizə də olunmur lazımdır. O da cavab nə bəndi oldu? C bəndi. Maye yağların bərk yağlara çevrilməsinə D bəndində yazıb. Nə istehsalı deyirlər? Margarin istehsalı. Ya ola bilsin yazsın ki, hidrogen margarin istehsalında tətbiq olunur. 14-cü sualda kimi. Ya da burada yazıb maye yağ. Maye yağ, belə sözlə yazırıq hələlik. Plus hidrogenləşir. Hidrogenləşmə nədə gedir? Maddənin tərkibinə hidrogenin birləşməsinə hidrogenləşmə deyilir. Temperatur və katalizatorda gedir. Hansı yağa çevrilir? Bərk yağa çevrilir. Buna nə istehsalı deyirlər? Margarin istehsalı deyilir. Və dəmirin alınmasında bəzi aktiv olmayan hidrogenatermiya üsulu ilə hidrogen bəzi metalların alınmasında tətbiq olunur. Dəmiri necə alırlar? Dəmir yanığı plus hidrogenatermiya üsulu ilə hidrogen bəzi metalları oksidi içərisindən reduksiya edib sıxışdırıb çıxarır. Baxın, hidrogen reduksiya edir. Burada reduksiya nədir bu? Edicidir. Metal oksidin reduksiya edir. Metal oksidi isə oksidləşdiricidir. Bunun təsirindən nə olunur? Reduksiya olunur. Yəni hidrogen onu reduksiya eləyir. Dəmir çıxır, bir də su. Əvəz olunma reaksiyasında baxın burada H2O, bir də dəmir. Oksigen 4 dənə, bura bir 4. Hidrogen 8 dənədir, bura bir 4, 3. Deməli dəmir yanığı maqnitli nə daşıdır o? Dəmir daşı, maqnetit mineralı. Dəmir 2 oksid vurmaq kvadratın içərisində 2 ilə 2 getdi indeksində. Vurmaq dəmir 3 oksid 2 bura 3 bura. 2 dənə dəmir burada, bir də burada. Dəmir 3 dənə, oksigen 3 dənə burada, bir də burada 4 dənə. Dəmir 2, 3 oksid. Başqa adı nə yanığıdır? Dəmir yanığı. Qarışıq və ya neçə qat oksiddir? 2 qat oksid. Hidrogen, hidrogenatermiya üsulu ilə bəzi metalların, yəni aktiv olmayan metalların alınmasında tətbiq olunur. 15-in cavabı C bəndi sulfat turşusunun alınmasında istifadə olunmur. Amma dəmirin alınmasında dəmir tətbiq olunur. 16-da nə deyir? 16-da element verib cədvəldə hidrogen elementi və deyir maksimum oksidləşmə dərəcəsi. Hidrogen maksimum oksidləşmə dərəcəsi müsbət 1 və bir də minimum dərəcəsi soruşur. Minimum -1. Aralıq nədir bə? 0. Hidrogen əksər birləşmələrdə müsbət 1-dir. Metal hidritlərində metalın valenti N-dir. Metal müsbət N-dirsə hidrogen neçə bir olacaq? -1 və 2 də qeyri-metalın yanında -1-dir. 1 silan qazında, bir də borun hidridində. Silisiumun yanında hidrogen -1-dir, bir də borun yanında -1-dir. Silisium müsbət 4-dür, bor neçə 3-dür? Müsbət 3. Bir də metal hidritlərində. Metallar RH tipli, sonra RH2 tipli
və RH3 tipli uçucu olmayan hidritlər əmələ gətirir. Bu birinci qrupun A yarım qrupu, ikinci qrupun A yarım qrupu və üçüncü qrupun A yarım qrupu. Məsələn, litium hidrit. Litium müsbət 1, hidrogen mənfi 1. Məsələn, ikinci qrupda kalsium hidrit. Kalsium valenti 2-dir. Bu müsbət 2, bu neçə bir oldu? Mənfi 1. Üçüncü qrupda məsələn alüminium 3 valentlidir. 3 gələcək hidrogen indeksinə, hidrogen valenti 1-dir yazılmır. Bu müsbət 3-dür, bu da mənfi 1. Yəni metal hidritlərin aqreqat halı necədir? Bərk, bərk və metalların yanında hidrogen neçə birdir? Mənfi 1-dir. Metallar daimi necə yüklənir? Müsbət. Və bir də 2 də qeyri-metalın yanında mənfi 1 olur. Biri silan qazıdır. Havada öz-özünə alışıb yanan zəhərli qazdır. Özü də birbaşa yox, dolayı yollarla alınır. Biz dönə-dönə demişik ki, silisium qeyri-metalının hidrogenlə bilavasitə reaksiyası yoxdur. Burada hidrogen bu yanında, silisium yanında özü mənfi 1 aparır. Silisium isə neçə 4-dür? Müsbət 4. Yəni elektron silisiumdan hara doğru çəkilir? Hidrogenə doğru çəkilir elektron sıxlığı və bir də borun hidridində. Borun hidridi necə yazılır? Bor H3, bu müsbət 3-dür, bu da mənfi 1-dir. Deməli, maksimum X ilə işarə eləmişdi müsbət 1, minimum isə Y ilə işarə eləmişdi mənfi 1. O da cavab nə bəndə oldu? D bəndi. 16-cı sualın cavabı. 17-ci sualda bu üsulla hansı qazı toplamaq olar? Havadan sıxışdırıb çıxarma yolu ilə toplamaq üçün sınaq şüşəsini baş aşağı qoyublar. Baxın, sınaq şüşəsidir bu. Və bura boru keçiriblər. İçərisindən nə keçiriblər? Boru. Bu üsulla hansı qazı burada toplamaq olar? Havadan yüngül qazları, burada qaz yazıblar. Havadan bəli, yüngül qazları sınaq şüşəsinə havanı sıxışdırıb çıxarma yolu ilə toplamaq üçün sınaq şüşəsini əgər başı aşağı qoymuş olsa, deməli bu havadan yüngül qaz olmalıdır. M orta hava, havanın orta molar kütləsi nə qədərdir? 29 qram bölünsün moldur. Havadan yüngül qaz olmalıdır ki, onu sınaq şüşəsinə toplamaq üçün şüşənin içində burada hava var. Havanı aşağı itələyir, 29-u, yüngül qaz buranı doldurur. Yəni havadan yüngül qazları sınaq şüşəsinə toplamaqdan ötürü, havanı sıxışdırıb çıxarma yolu ilə toplamaqdan ötürü, sınaq şüşəsini necə qoyurlar? Baş aşağı, baxın, başı aşağıdır bura. Və baş aşağı qoyanda burada yüngül qaz tədricən yuxarı qalxır. Buranı doldurduqca havanı qırağa çıxarır, çıxarmır. Sınaq şüşəsində olan hava ağırdır, havanı itələyib qırağa çıxarır. Deməli, oksigeni belə toplamaq olmaz. Oksigenin molar kütləsi 32 qram bölünsün moldur. Bu havadan ağırdır. Onu sınaq şüşəsinə toplamaq üçün sınaq şüşəsinin ağzı yuxarı qoymaq lazımdır. Havadan ağır qazları toplamaq üçün sınaq şüşəsini necə qoyurlar? Ağzı yuxarı, baxın, belə bir vəziyyətdə qoyurlar və bura boru keçirdilər. Borunun içərisinə hansı qaz əlavə edirlər? Havadan ağır qaz. Məsələn, oksigeni əlavə eləmək olar. Oksigen bura dolduqca 32. Hava yüngüldür. 29 qram bölünsün molu yuxarı qaldırır və sınaq şüşəsindən bayıra çıxarır. Sınaq şüşəsinin nə qazı ilə dolmağa başlayır? Oksigen qazı ilə dolmağa başlayır. Havanı sıxışdırıb neynəmək üsulu ilə toplayırlar? Çıxarma üsulu ilə toplayırlar. A bəndi oksigen, havadan ağır qazdır. B bəndi kükürt, 4 oksidi, kükürt, dioksid, kəskin illi kükürt qazı, turş oksiddir, sulfitin neydi bu? Anhidridi. Bu da havadan ağırdır, 32, 16 da vur 2'ye, 32, o da bərabərdir, 64 qram bölünsün oldu mu? Havadan necə qazdır? Ağır qazdır, onu da sınaq şüşəsinin başı yuxarı qoymaq lazımdır. Belə toplamaq olar. Bu şəkildə kimi. Karbon 4 oksidi C bəndində, karbon, dioksid və karbon qazı, turş oksiddir. Karbonatın neydi? Anhidriddir, emeri 44'dür. Ona görə ki, bu 12, 16'yı da vurdum 2'ye, 32, 44 qram bölünsün mol. Havadan ağır qazdır. Hava neçədir? 29 qram bölünsün mol. Və o həmin bu üsulla toplamaq üçün havadan yüngül qaz olmalıdır. Bura hansı qaz əlavə eləmək olar? Hidrogen. Hidrogenin emeri 2'dir. Biri vurduq 2'ye. Emir, hidrogen 2'dir. Və hava isə 29'da. Havadan yüngül qazdır. Hidrogen bura dolur. Bura dolduqca havanı sıxışdırıb sınaq şüşəsindən hara atır? Bayıra atır. Yəni hidrogen bu şüşənin içərisində doldurduqca havanı
kənara çıxarır. Şüşədən hara çıxarır? Kənara. Cavab nə bəndə oldu? D bəndi. Xlor qazında toplamaq olmaz. Çünki xlor qazı havadan ağır qazdır. Baxın, xlor çox atomlu qazdır. Sarımtıl, yaşıl rəngli, kəskin iyili, boğucu qazdır. Molar kütlə xlor qazı. Xlorun ayrı nə qədərdir? 35.5 vur 2-yə. O da 71 qram bölünsün nə oldu mol? Havadan necə qazdır bu? Ağır qazdır. Bunu da sınaq şüşəsinə başı yuxarı qaldırmaq lazımdır ki, ağır aşağı gəlir, havanı yuxarı qaldırıb. Bax, xlor qazın bu yolla, oksigeni bu yolla toplamaq olar bu şəkildə. Kükürt 4 oksidini bu şəkildə toplamaq olar. Xlor qazın bu şəkildə toplamaq olar və karbon 4 oksidini bu şəkildə. Bunlar, bu qazlar havadan necə qazlardır? Ağır qazlardır və sınaq şüşəsinin başı yuxarı, ağzı yuxarı qaldırırlar ki, ağır qaz şüşənin içərisini doldurduqca havanı 29-u yuxarı qaldırır. Sınaq şüşəsindən hara çıxarır, bayıra çıxarır. Keçdik 18-ci suala. 18-ci sualda nə deyir burada? Deyir ki, kalium, 3.9 qram kalium su ilə reaksiya gedir. Suyu HOH kimi də yazsam, aktiv metallar, gələvi və gələvi torpaq metallar su ilə adi şəraitdə reaksiya gedib, gələvi plus hidrogen qazı əmələ gəlir. Hidrogen 2 dənə, 2 dənə, burada 1 dənə, bura bir neçə yazırıq? 2 dənə burada, 2 dənə burada. Burada 1 olduğuna görə 2 yazırıq. Kalium 2 dənədir, bura bir 2 yazırıq. Oksigen 2 dənə, burada 1 dənə olduğuna görə 2 yazırıq. Aktiv metallar su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə reaksiya girir. Deməli, kalium su ilə reaksiya girir. Kalium nə çıxır oradan? Hidroksid və plus ən yüngül qaz, hidrogen qazı əmələ gəlir. Hidrogen 2 dənə, 2 dənə. Burada bir də olduğuna görə bura bir 2, bura bir 2. Oksigen 2 dənədir, burada bir dənədir, bura bir 2. Sol hara bərabərdir? Sağa. 3.9 qram kalium artıq miqdarda suda həll etdikdə neçə litr hidrogen əmələ gəlir? X litr. 2 vurmaq. Kaliumun ayrı neçədir? Ayır kalium 30 neçə idi? 9. 2 vurmaq 39 isə 1 molumuz neçə litrdir? 22.4 litr. Bundan da bu getdi 0.1-ə. X də bərabərdir 2 tam. Nə qədər eləyəcək? 22.4-dür. Vururam 0.1-ə və bölürəm 2-yə. Bu da eləyəcək 1 tam %12 litr. Nə qədər oldu? 1 %12 litr. Cavab nə bənd oldu? B bəndi. Yəni, baxın, kalium veriləni bura yazıram. 3.9 qram kalium su ilə reaksiyası necə şəraitdə gedir? Adi şəraitdə. Neçə litr hidrogen əmələ gəlir? X litr. 2 vurmaq 39-da isə 22.4 litr. Yaxud da qısa yolla necə yazmaq olar? Ümumiyyətlə, bu məsələ qısa yolla da yazmaq olur. Kaliumun su ilə reaksiyasından alınan qaz hidrogen qazıdır. Çevirməyə yaza bilərəm və plus nöqtə, nöqtə, nöqtə. Yəni, alınan maddə. 1 mol kaliumdan alınan hidrogen 1 mol. Baxın, qarşısında heç nə yoxsa 1 mol kaliumdan alınan hidrogen onun valentin yarısı qədərdir. Neçə onda 5 mol çıxacaq? 0.5 mol hidrogen ayrılır. Bizə deyir ki, 3.9 qram kaliumdan neçə litr hidrogen ayrılır? X litr. Qramın altına ayrın yazıram 39 qram. Yəni 1 molun ayrı 39 qramdır. Litrin altından bunun əmsalı neçə onda 5-dir? 0.5 vurmaq 22.4 litr yazıram. Ona görə ki 1 molumuz 22.4 litrdirsə 0.5 molumuz baxın 1 mol kaliumun su ilə reaksiyasından alınan hidrogen onun valenti 1 deyildi. 1-in yarısı neçə onda 5-dir? 0.5. 1-in yarısı neçə onda 5 oldu? 0.5 mol oldu. Bununla bu getdi 0.1-ə. 0.5-i 22.4-ə vuranda 0.5 2-də 1 deməkdir. 2-də 1-i də 22.4-ə vuranda 11.2. O da 0.1-ə vuranda 1 tam %12 litr. 1 %12 litr nə qazı oldu orada? Hidrogen qazı. Keçdik digər 19-cu məsələyə. 19-cu məsələdə nə deyir orada? 19-a deyir ki, kalium 4 qram kalsium. Kalsium deyəndə A yazırıq. Kalsium gələvi torpaq metaldır. Altından xətt çəkilir 4 qram yazırıq. Artıq miqdarda suda həll etdikdə sulla reaksiyası necə şəraitdə gedir? Adi şəraitdə nə çıxır oradan? Gələvi
plus ən yüngül qaz nə qazı çıxır? Hidrogen qazı. Gələvi və hidrogen qazı çıxır. Oksigen burada neçə dənədir? 2 dənə. Burada 1 dənədir. Bura bir 2 yazırıq. Baxın, burada oksigen 2 dənədir uşaqlar. Burada 1 dənədir. Bura bir 2 yazdım. Hidrogen 4 dənədir. İkisi burada, ikisi burada. Gələvi və gələvi torpaq metallar su ilə adi şəraitdə gedir. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Gələvlər, bir də hidrogen. İkisinin də laboratoriyada alınmasıdır. 4 qram kalsiyum, orada da 4 qram kalsiyum atom miqdarda suda həll etdikdə neçə litr hidrogen əmələ gəlir? X litr. Qramın altından kalsiyum 1 moldur. 1 molun ayrı 40 qramdır. Orada verib ayır. Kalsiyumun 1 molu 40 qramdır. 40 qramından isə 1 molumuz neçə litrdir? 22,4 litr. 40 ilə bu 4 gedəcək 10-a. X də bərabərdir 22,4 litri 10-a böləndə o da bərabərdir 2,24 litr hidrogen ayrılır. Yaxud da onun qısa formasını necə yaza bilərik? Qısa formasını odur ki, kalsiyum su ilə reaksiyası zamanı ayrılan hidrogen çevirmə yazdım. Üstə gəlmə neçədə nöqtə qoyuram? 3 nöqtə. 1 mol kalsiyumdan qarşısında heç nə yoxdursa, ayrılan hidrogen onun valenti neçədir? 2 yarısı qədərdir. Yarısı 2-in yarısı elə neçə mol? Bura heç nə yazılmıyorsa 1 moldur. Bax, 1 mol kalsiyumdan ayrılan hidrogen onun valenti 2-yə böləndə neçə mol hidrogen çıxmalıdır? 1 mol. Yəni bu 1 moldur, bu da 1 mol hidrogen çıxmalıdır. Valentin nə qədər çıxır? Yarısı qədər. Amma natrium olsaydı, baxın, natriumun su ilə reaksiyasından nə yazardı? Çevirmə yazsaydı o. 1 mol natriumdan su ilə reaksiyasından 3 də nöqtə qoyurdu. Ayrılan hidrogenin valentin nə qədərdir? Yarısı qədər. 1-in yarısı neçə? 5 mol olacaq. Yəni 1 bölmək 2, o da bərabər neçə? 5 oldu? 0,5. Eləcə də kalium, yəni gələvi metalların valenti neçədir? 1. Onlar su ilə necə şəraitdə reaksiya edir? Adi şəraitdə hidrogen və plus başqa maddə çıxmalıdır, gələvi çıxmalıdır. 1 mol kaliumdan ayrılan hidrogen, onun valenti 1-dir. 1-i 2-yə böləndə 0,5 mol hidrogen ayrılır. Bu hidrogenin harda alınmasıdır? Laboratoriyada alınmasıdır. İndi kalsiyumu çevirməklə yazsam necə yazacağım? Kalsiyumun valenti 2-dir. 1 molundan ayrılan hidrogen, su ilə reaksiyasından ayrılan hidrogen valenti 2-nin yarısı elə 1 mol olmalıdır. İndi bizə deyir 4 qram kalsiyumdan neçə litr hidrogen çıxır? X litr. Üstə gəlmə burada ardı vardı. Və qramın altından ayrı yazırıq 40 qramdan isə 1 molumuz neçə litrdir? 22,4 litr. Bax, qaz alınan maddələrin 1 molu normal şəraitdə neçə litrdir? 22,4 litr. X da bərabərdir 4 vurma 22,4-ə bölürük 40-a. O da bərabərdir 2,24 litr hidrogen ayrılır. Keçdik növbəti suala, bəli, Y-bəndi qısa forması. 20-ci sualda nə deyir burada? 20-də deyir, hansı reaksiyada hidrogen alınmır? Birinci, karbonun A bəndi. Su buxarı ilə reaksiyası bərk maddədir. Kömürün su buxarı ilə konveksiyası 1000 dərəcə Selsidə gedir. 1000 dərəcə Selsidə. CO plus hidrogen. Bunlara ikisinə bir yerdə su qazı deyirlər. Su qazı, bəli. Sintez qazı ilə su qazının tərkibi eyni olsa da, ikisində də CO plus hidrogen olsa da, amma onları almaq üçün götürülən ilkin maddələr fərqlidir. Baxın, CO və hidrogen. Bu yolla hidrogeni harda alırlar? Sənayedə alınmasını əks etdirir. Kalsiyum B bəndində duru sulfatla reaksiya edir. Az əvvəl sizə dedim ki, duru sulfat metalların şərti fəallıq sırasında hara qədər yerləşən, hidrogenə qədər yerləşən metallarla litium, kalium, kalsiyum, natrium, metalların şərti fəallıq sırasında aktiv metallar magnezium, alüminium, mangan, sink, xrom, dəmir, nikel, qalay, qurğuşun, sonra hidrogen gəlir. Düz hara qədər yerləşən metallarla, hidrogenə qədər yerləşən metallarla, aktiv və orta aktiv metallarla duru sulfat reaksiya edir. Kalsiyum SO4 çıxacaq, duz, kalsiyum sulfat çökdü və plus ən yüngül qaz hansız qaz çıxır? Hidrogen. Duru sulfat metalların şərti fəallıq sırasında hara qədər yerləşən, hidrogenə qədər
yerləşən metallarla reaksiya edib duz və nə qaz verir? Hidrogen. Bu yolla hidrogeni harda almaq olar? Laboratoriyada almaq olar. SO4 qrup halında bir dənə, hidrogen 2 dənə, kalsium bir dənə burada, bir dənə burada. Sol hara bərabərdir? Sağa. Sonra sizə belə bir cümlə öyrətmişdim uşaqlar. Bəzi az aktiv metallar, məsələn sink. Bəzi az aktiv metallar deyəndə nəyi nəzərdə tuturam? Magnezium, sink, xrom, bir də dəmir. Yox, 4 dənə metal. Baxın, magnezium, sink, xrom, dəmir. Bəzi az aktiv nələr? Meylər su ilə necə temperaturda reaksiya edir? Temperaturda reaksiya edir, yüksək temperaturda reaksiya edir. Metal oksidi çıxır. Metalın hidroksidi yox, metalın nəyi çıxır? Oksidi və plus nə qazı çıxacaq? Hidrogen. İndi sink, bəli, bu yolla hidrogeni harda almaq olar? Laboratoriyada. Sink su ilə reaksiya edir. Sink də bura aiddir. Baxın. Bəli, adi şəraitdə yox. Nədə gedir bu? Temperaturda. Sink bura aiddir. Sink su ilə reaksiya edir. Həmin o 4 metaldan biridir. Sink oksidi çıxır. Sink sabit valentli elementdir. Sinkin valenti 2'dir. Sink 2 oksid yox. Sink oksid və plus hidrogen qazı. Sink bir dənə, hidrogen 2 dənə, oksigen bir dənə. Sink oksidi amfoter oksiddir və plus ən yüngül qaz. Nə qazı çıxır? Hidrogen. Sink plus suyla reaksiya edir yüksək temperaturda. Nə oksidi çıxır? Sink oksidi plus nə qazı çıxır? Hidrogen. Sink oksidi amfoter oksiddir və ən yüngül qaz nə qazı çıxır? Amfoter, nə çıxdı buradan? Oksid plus hidrogen qazı. Amfoter oksid və bir də nə qazı çıxır? Hidrogen qazı. Sonra gəldik, burada da hidrogen laboratoriyada alınması. Bunların hamısında hidrogen alınır. Y bəndində də alınır. Sink amfoter metaldır. Amfoter xassəli metal. Sink əridilmiş qələvi ilə də reaksiya edir məhlulda da. İndi təkcə qələvi yazıblarsa, bir də temperatur yazıblarsa, bu əridilmiş qələvidir. Sink, amfoter xassəli 3 dən metal var ki, alüminium, sink, bir də berilyum. Onlar qələvi ilə reaksiya girəndə duz verir, plus nə qazı verir? Hidrogen. Bu yolla hidrogenin laboratoriyada alınma üsullarından biridir. Sink necə xassəli metaldır? Amfoter xassəli metaldır. Əridilmiş qələvi ilə. Baxın, temperatur verəndə qələvi başlayır əriməyə. Qələvləri hətta 1390 dərəcəyə qədər qızdırsam belə parçalanmır. Başlayır neyləməyə? Əriməyə. Əridilmiş qələvi ilə reaksiya girəndə nə verir orada? Sinkatın duzu verəcək. Sink əridilmiş qələvi ilə reaksiya edir temperaturda. Sinkat turşusunun duzu natrium, sinko2 nə qalıqıdır? Turşu qalığı. Natrium sinkatın duzu və plus ən yüngül qaz hansı qaz verir? Natrium 2 dərdir, burada bir dərdir. Bura bir neçə yazıram? 2. Hidrogen 2 dər burada, 2 dər burada. Yəni, yox, 2 dənə buradadır, 2 də burada. Sol hara bərabər? Sağa. Bu duzun adı nədir? Natrium sinkat. Sinkat turşusunun duzudur. Neçə əsaslı turşunun duzudur? 2 əsaslı turşunun duzudur. Baxın, natrium valenti 1'dir. Sinko2 nə qalığıdır? Turşu qalığıdır. 2 əsaslıdır, bu 2 bura gələcək. Orta və necə duzdur bu? Normal duz və hidrogen alınır. Alınmır hidrogen D bəndindən. Dəmir qatı sulfatla reaksiya edib. 3 dənə turşu metalla reaksiya edib heç vaxtda hidrogen verməz. 3 dənə turşu. Hər dəfə deyirəm, nitratın qatısı, nitratın durusu, bəli, bir də sulfatın qatısı. Bunlar reaksiya gedir. Amma bu 3 dənə turşu heç bir metalla reaksiya girib hidrogen verməz. Reaksiya getməyinə gedir, amma hidrogen neynəməz? Verməz. Dəmir qatı sulfatla adi şəraitdə gedmir, isti qatı sulfatla gedir. Çünki üzərində nə təbəqəsi var? Oksid təbəqəsi olduğuna görə isti qatı sulfatla reaksiya girir. Dəmir, bir də təkrar edirəm. Qatı sulfat heç vaxt metalla reaksiya girib nə qazı verməz? Hidrogen qazı verməz. Dəmir isti qatı sulfatla girəndə dəmir 3 sulfat çıxacaq. 3 sulfat. Dəmir 3 deyəndə valenti 3'dür. 3 bura gəldi. Sulfatın valenti 2'dir, bura gəldi. Və plus kükürt neçə oksidi çıxır? 4 oksidi və bir də su molekulu. Hidrogen burada alınmır. Yenidən bu reaksiya yazsam, dəmirin üzərində oksid təbəqəsi var.
Dəmir idi, alüminium idi, xrom idi, bir də nikel. Bu 4 dənə metalın səthi üzərində nə təbəqəsi var? Oksid təbəqəsi. Üzərində oksid təbəqəsi olan bu 4 metal qatı sulfatla isti halda gedir. İsti qatı sulfatla reaksiya gedir. Yəni istidə. Adi şəraitdə o həmin səthindəki nə təbəqəsi, oksid təbəqəsi daha da bərkiyər. Soyuq qatı sulfatın təsirindən, yəni qatı sulfat soyuq halda dəmirlə reaksiya girə bilməz. Dəmirin üzərinə soyuq qatı sulfat əlavə eləsən, bu reaksiya getməz. O mütləq isti halda getməlidir. Əgər bu turşu soyuq olsa, dəmirin üzərindəki oksid təbəqəsi, baxın, daha da bərkir, oksid təbəqəsi möhkəmlənir və bu hadisə metalların passivləşməsi hadisəsi deyilir. Dəmir qatı sulfatla 3 sulfat verdi. 3 sulfat deyəndə bu 3 bura gəldi, bu 2 bura gəldi. Baxın, 3 sulfat, dəmir, 3 sulfat və plus kükürt 4 oksidi verir və plus su molekulu verir. Kükürt burada 3 dənədir, burada 1 dənədir. Öyrətmişdim sizə, baxın, onu bax, xüsusi qırmızı ilə yazıram, qeyd edirəm. Kükürt burada 3 dənədir, burada 1 dənədir. Bura bir 3 yazıram. 3 dənə kükürt burada, 3 dənə burada. 6 dənə. Hidrogen neçədədir burada? 12-də 2-yə böləndə neçə eləyir? 6. Oksigenə baxaq. Dəmir 2 dənə, burada bir də 2 yazırıq. Sol hara bərabərdirsə. Bax, birinci burada kükürt 3 dənə olduğuna görə, birinci bura kükürdə görə, bura bir yazdım 3. Sonra kükürt 3 də burada, 3 də burada. 6 dənə, hidrogen 12 dədir, 2-yə böləndə H2O4 idi, 6-yı da bura yazdım. Yəni, buradan hidrogen alınmır, cavab nə bəndə oldu? D bəndi. Dəmirin əlavə olaraq qeyd edirəm. Dəmir valenti 2-3'dür və hər dəfə bu sual sizə bütün fərqi yoxdur, elindən asılı olmayaraq bütün imtahanlarda düşür. Dəmir duru sulfatla reaksiya girəndə, əgər dəmir duru sulfatla girirsə, duru sulfat hidrogenə qədər yerləşən metallarla reaksiya girir. Dəmir də hidrogendən nə gəlir? Əvvəl gəlir. Dəmir özünü 2 valentdə aparır, duru sulfatla 2 sulfat çıxır. Dəmir neçə sulfat? Dəmirin adın, valenti neçədir burada? 2, bir də sulfat sözünü deyirlər. Orta və necə duzdur? Normal duz və plus nə qazı çıxır? Hidrogen. Dəmir 2 sulfat duzdur. SO4 qrup halında 1 dənə, 1 dənə. Dəmir 1 dənə burada, bir də burada. Hidrogen 2-də, 2-də. Və dəmir qatı sulfatla girəndə, duru sulfatla adi şəraitdə girir. Dəmir duru sulfatla adi şəraitdə gedir. Amma dəmirin isti və qatı sulfatla girə bilər. Soyuq qatı sulfatla reaksiyası yoxdur. İsti qatı sulfatla reaksiya girə bilər. Dəmir 3 sulfat çıxacaq. 3 deyəndə papağı 3-dir. SO4-ün valenti 2 bura, bunun 3-ü bura. Plus kükürt 4 oksidi çıxır və axırda da su molekulu. Kükürt 3 dənədir. Burada 1 dənə, bura bir 3 yazırıq. 3 dənə kükürt burada, 3 də burada. 6 da. Birinci bu 3'ü bura getirdi. Sonra bura bir 6 yazdı. Dəmir 2 dənə, bura bir 2 yazdı. Hidrogen 12 dədir, 2-yə böləndə 6. Kükürt 4 oksiddir, turşu oksiddir. Su oksiddir, lakin nə duz əmələ gətirəndir, nə də duz əmələ gətirməyən. Dəmir 3 sulfatda orta və necə duzdur? Normal duz. Dəmir 3, valenti 3 dəxə, sulfat. Orta və necə duz oldu? Normal duz.